Yeni infrastrukturun bölgəyə verəcəyi töhfələr nələr ola bilər? İlkin olaraq biz müqayisə etməliyik ki, Şuşa bəyannəməsi qol çəkiləndə həmin deyək ki, ölkənin baş naziri Türkiyənin Ərdoğanın Azərbaycana səfəri. Biz qeyd etməliyik ki, həmin ərəfədə sərhədlərdə baxmayaraq ki, delimitasiya aparılıb Ermənistan atışmalar davam etdirilir. Bəli. Və mən qeyd etməliyəm ki, bu ildə atışmalar olubdur. Həmin Ermənistan silahlı qüvvələri Azərbaycan silahlı qüvvələri arasında. Buna baxmayaraq Laçın beynəlxalq aeroportunun hava limanının açılması, buna baxmayaraq infrastrukturun təkmilləşdirilməsi, baxmayaraq ki, hal-hazırda həmin ərazidə 1 milyondan çox minaları var. Biz bunu açıq deməliyik. Ağdamda xüsusilə də qeyd etməliyik və digər Kəlbəcərdə var. Yeri gəlmişkən Laçında da keçən il partlayışlar olmuşdu, həmin minalarda zərər çəkənlər var idi. Biz bunu açıq bildirməliyik ki, Azərbaycanın sütun siyasəti bundan ibarətdir ki, Qarabağ dirçəlmə yox, Qarabağ inkişaf etməlidir. Və Qarabağ Qafqazın Qarabağıdır. Qafqazın, bu bir ölkənin deyil, bu bir regionun Qarabağıdır. Niyə görə ki, Azərbaycan bunu qabağa fundament qoydu ki, gələcək inkişaf, biz nələrə nail olacaq. Bugünkü siyasət 2050-də Laçında, Şuşada, Xankəndidə nəticələri biz görəcəyik. Bu da reallıqdır. Şuşanın, Xankəndinin, eyni zamanda Laçının və digər rayonların, azad edilmiş rayonların inkişafını biz qoyulacaq. Onun təməli son 3 il ərzində qoyulur. Və buna baxmayaraq ki, atışmalar 20-ci, 21-ci, 22-ci, 23, 24, 25-ci ildə olubdur. Müharibə vəziyyəti baxmayaraq ki, dayandırılmış deyək ki, 24-25-də də yenə də olubdur atışmalar. Yenə də həmin Pakistan baş naziri də, həmin Türkiyənin də baş naziri, bugünkü Azərbaycanda, Laçında xüsusilə də bu tədbirdə iştirak ediblər. O bir böyük bir mesajdır. Böyük bir çağırışdır bütün ölkələrə. Və mən sizə inandırım ki, bu qoyulan fundament Qarabağın iqtisadi inkişafının təməlidir ki, hansı ki biz 2040-da, 2050-də tamamilə fərqli inkişaf görəcəyik. Neftdən, qazdan, dediyimiz kimi enerji resurslardan azad bir inkişafdan söhbət gedir. Və tamamilə başqa bir Qarabağ görəcəyik. Bəli, tamamilə başqa bir Qarabağ görəcəyik və biz də inanırıq və biz də əminik ki, o vaxta qədər də həm Zəngəzur koridoru açılacaq, həm Azərbaycan-Ermənistan arasında delimitasiya, demarkasiya prosesləri bitəcək və biz digər əmsallara, digər inkişaf meyarlara baxacağıq. Bugün Azərbaycan deyək ki, Avropanın enerji təhlükəsini təmin edir. Bugün Azərbaycan deyək ki, Şərqi Avropa, Qərbi Avropa, bəzi ölkələrlə çox gözəl, yaxşı münasibətlər var. İtaliya, İspaniya, Portuqaliya deyək ki, cənubla çox yaxşı. Adalar ölkələrin kolonial müstəqilliyi ilə deyək ki, dəstək göstərir Azərbaycan. Mənəvi şəkildə və çağırışlarda köməklik eləyir. Ki, Azərbaycan özü zərər çəkən ölkələrdən biridir. Bu reallıqdır. Və biz də bugün o kolonial siyasətə qarşıyıq. Və kolonial siyasəti dünyanın neçə, deyək ki, Fransanın özü, deyək ki, 13 saat deyək ki, dünyanın əsas ərazisinə baxaq, dünyanın deyək ki, 6-dan biri Rusiya ərazisi hesab edilir, əraziləri. Ancaq ki, 13 saatda deyək ki, güşələrində Fransanın adaları yerləşir. Hardandır o Fransanın adaları? O kolonial siyasəti. Buna baxmayaq, biz baxaq bir də sonuncu görüşü cənab prezidentin Macron'dan ümumi Avropa Birliyinin, Avropa İttifaqının və digər dövlət təşkilatlarının görüşlərində Macron'la sonuncu görüşdə tamamilə səmimi görüşlər olubdur. Və burada da göstəricidir ki, baxmayaq ki, biz siyasətdə, diplomatik münasibətdə bizim mübarizəmiz davamlı şəkildə aparılır. Şəxsi münasibətlərdə bu münasibəti demək ki, göstər bir nümunə ki, inkişafa dair hansı əsaslar var. Və mənim fikrimcə də gələcək 5 ildə, indi bu ili keçərək, gələn il bu sülh müqaviləsi bağlanandan sonra da Fransa ilə tamamilə başqa münasibət olacaq. Daha da yaxşılaşacaq, daha da münasibətlər qurulacaq. Bugün ancaq bizim Avropa İttifaqı ölkələrinin çərçivəsində əsas tərəfdaş İtaliyadır, İspaniyadır, Portuqaliyadır. Aziya ölkələrinə baxsaq, biz artıq bunu sadaladıq, Çindir, deyək ki, Vyetnamdır. Ondan savayı biz gəlirik ki, Pakistanın əsas tərəfdaşımızdır və digər ölkələrdir. Təkcə bu deyil, Malayziyadır, Taylanddır. Elə qoşulmama hərəkatının əksəriyyəti Afrika və Aziya ölkələrində yerləşir. Biz bunu qaldıranda, qlobal cənub siyasətini qaldıranda, burada da əksəriyyəti inkişaf edən, inkişaf yolunda duran ölkələr dayanır. Hansı ki, bugünkü meyarlara o proses çərçivəsində dərəmkir. İqtisadi inkişafa malik olmayanlar ancaq ki. Azərbaycan yaxşı bir nümunədir. Necə ərazi bütövlüyü təmin edirsən, heç bir beynəlxalq təşkilatın dəstəyi olmadan. Bu reallıqdır. Beynəlxalq təşkilat qərar verdi, ancaq ki, silahlı qüvvələr Azərbaycan Respublikası öz ərazi bütövlüyünü təmin etdi və ondan səvayi inkişaf meyarlarını qoydu.
Ancaq təəssüf olsun, biz bunu tanımalıyıq ki, beynəlxalq təşkilatlar bu günə kimi Ermənistan Respublikası işğalçı siyasətini tanımayıbdır. Ancaq ki 87-dən hətta biz bunu getməliyik. Deportasiya prosesdən baxışlayırıq. Sonra da işğal siyasəti Ermənistan müstəqil əldə edəndən sonra hansı ki davam edirdi 23-cü ilə qədər. Bu illər itməyib axı. Bu illərdə yaşayan nəsillər olubdur. Biz bu nəslin davamçılarıq. Biz o nəslin yaşayanlarıq. 80-cı, 90-cı illərdə bizim gözümüzdə şahiddə olmuşuq. Hansı ki illərdir tabutda adamlar gətirilibdir, deportasiya çərçivəsində zərər çəkənlər olubdur. Bu reallıqdır. Bunu yaddan çıxartmaq mümkünsüzdür. Və bugünkü gün də təəssüf olsun ki, biz beynəlxalq təşkilatların gözləntilərimiz çoxdur. Burada üçlüyün də prinsipi ondan ibarətdir ki, bu reallıqdır. Pakistana qarşı ikili standartlar tətbiq edilir. Türkiyəyə qarşı ikili standartlar tətbiq edilir. Eləcə də Azərbaycana qarşı. Bir məqamı da mən toxunum burada ki, bu üç ölkə necə ki biz Azərbaycan qurmadan olmuş ikili standartların beynəlxalq siyasətdə, ona görə də o bizi gücləndirib üçlüyü yaradıbdır. Həmin o ikili standartlara, haqsızlığa dözməyən ölkələr, hansı ki gücünü özündə tapan ölkələrdir. Bugünkü ona qarşı çıxış edir və ona görə də onlar özləri buna təkib edib ki, biz birləşək, daha da güclü olsun bizim münasibətimiz.